Peki çıxartmıram. Niyazi tapıldığına niye sevinmirdin? Niyə sevinmirəm ki? Ayla sevinme kişi kaldırdın vurdun ora. Yıxılıb ora uzanıb mən ona gülmə. Yıkılmayıp sen yıktın onu ora. Allah yaxşı. Ayağına tuttu kaldırdı vurdu ora kişini. Yaxşı. Güləşdə var ya Pedro fəndə. Böyük Ha. ayağından tutdu yıxıldı yazıq. Ha. Salam. Ve soruştu mu Sizin Niyazi? toxunarsa nə xəbəriniz var? Sən övladlara hədiyyəndə mən heç kim hədiyyə və yetim olmuşam. Sən nə bilirsən mən nə çəkmişəm? Bəsdir də bu qədər üstümə gəldiniz. Ha böyle yetim olar. Ha böyle yetim olar. Nətər olur yetim? Ay, yaxşı, Yetim sən nədən nə olur? Ata yox, ana yox, yetim nətər olur? Nətər olur yetim? Yetimin başqa cür Salam əziz tamaşaçılar. Yadıma 2 misra bir şeir düşdü, onu deyəcəm ilk öncə. Deyir, atam istəmişdi, anam gətirdi, mənim bu dünyada nə işim? Dəyərli dostlar, hər bir insanın, hər bir gəncin arzusudur və haqqıdır ki, ailə qursun. Amma ailə qurarkən həyat yoldaşını seçən zaman uduzan insan bütün həyatını uduzan, bütün ömrünü uduzan insan. Ondan sonra gələnlər hamısı boşdur. Hər bir insan, dediyim kimi, hər bir gənc ailə qurmazdan öncə o ailənin tablosunu hazırlamalıdır və həmin tabloya da sahib çıxmalıdır. Buna ailə tablosu deyilir. Və həmin bu ailə tablosu hər iki tərəfin qarşılığı ilə, mübarizəsi ilə bu qurulan ailə tablosu hər iki tərəfin qarşılıqlı mübarizəsi ilə qorunmalıdır. Amma tərəflərdən biri laqeyd qalarsa, təbii ki, bu çizilmiş ailə tablosu darmadağın olacaq. Bax, gördüyünüz kimi. ARB kanalı tək orada əyləşənlərin kanalı deyil. ARB kanalı, bax bu kanal 10 milyon xalqın kanalı. Niyə görə 10 milyon xalqın kanalıdır? Çünki bu verilişlər 10 milyon xalqın evində efirə gedən verilişləri nümayiş elətdirir və hər bir vətəndaş da bu verilişləri istər-istəməz baxır. Amma bu da növbəti bir biabırçılıq. Bilmirəm bu döyüşün adı nədir? Mən onu bilmirəm ki, bu döyüşün adı nədir? Mənə çatmır. Amma sizi tam əmin edirəm ki, bax o efirdə gördüyünüz o ər-arvad heç vaxt bu güləşi öz evlərində heç vaxt etməyiblər. Amma 10 milyon xalqın qarşısında